Səhər tezdəndir, saat hələ indi 8 olur. Həqiqətən də əsl yayın malıdır. Yağışda incitmir, bir daman yeri yoxdur bunun. Yox, daman yeri. Nə qədər Sorento var bazarda, üzünə həqiqətən də baxan yoxdur. Burada bir dənə qardaş var, çay içən qardaş. Dirəşib ki, 72-ci illərdəki VXS-in dövründəki kimi məni gülün içindən çıxar. Əlində stəkan var, görürsünüz, çəkir. Bəziləri yazır ki, bazarda o qədər haqsızlıqlar olur ki, bazar bağlansa daha yaxşıdır. Dəyərli izləyicilər, bazar bağlansa görün, nə qədər insanların burada çörəyi kəsilir. Baxarsınız, nə qədər avtomobil var ki. Belə dəyərli izləyicilər, xoş gördük hər birinizi. Səhər tezdəndir, saat hələ indi 8 olur. Gəlmişəm Badamdardakı ikinci avtomobil bazarına, Respublikanın ən böyük ikinci avtomobil bazarına. Bir saatdan çoxdur ki, bazara ciddi axın başlayıbdır. Əsas girişdən içəri girmək istəyən, daxil olmaq istəyən onlarla nəqliyyat vasitəsinin sahibi var ki, öz avtomobillərini gətiribdir bazara satmağa. Keçəcəyik içəri, baxaq görək bu bazar necədir vəziyyət, alqı-satqı, ümumiyyətlə qiymətlər, bütün digər prosesləri də sizlə tanış edəcəm. Mən daxil oluram elə əsas girişdən bazara. Bu vloqa axıra qədər izləyin. Sizdən gələn müxtəlif avtomobillər var. Sizə təqdim edəcəm. Biz yollandıq əsas girişdən bazara. Dəyərli izləyicilər, yuxarı çıxmışıq ənənəvi yerimizə. Buradan baxanda da görmək olur ki, həqiqətən də bazarda hələ səhərin erkən saatlarıdır. Avtomobil sayı çoxdur. Kifayət qədər avtomobil var və bir əldən daşıyırlar bazara. Yəni axın hələ də davam edir. Bolluqdur. Nə külək var, nə də hər hansı bir problem. Ona görə də ehtimal eləyirəm ki, bu bolluğun qarşısında da maraqlı bir alış-veriş olacaq. Yəqin ki, qiymətlər də yay olduğuna görə nisbətən münasib olacaq. Ehtimallarım var. Bu ehtimallar özünü doğruldacaqmı bilmirəm. Biz düşdük bazara. Bizi izləyin, vlogu axıra qədər izləyin. Bu arada bazara gəlmək istəmirsinizsə, avtomobilinizi bazarda satmaq istəmirsinizsə, vaxtınız yoxdursa, digər avtomobil satışı portallarında da bir inam etibar hiss eləmirsinizsə, yeni bir saytımız var. Maşınsat.az saytı, bura daxil olub öz avtomobilinizi rahat şəkildə elanını yerləşdirib sata bilərsiniz. Sayt limitsizdir, yenidir və bu saytda təbii olaraq həm də avtomobilin VIN kodunu da pulsuz, ödənişsiz yoxlaya bilərsiniz və qeyd etdiyim kimi limitsiz sayda ödənişsiz istədiyiniz qədər elan yerləşdirə bilərsiniz. Biz düşdük avtomobil bazarına. Dəyərli izləyicilər, bazara düşən kimi maraqlı bir avtomobil çıxdı qarşımıza. Çin bazarı üçündür, yəni Çin istehsalı Bike M60-dan gedir söhbət. Az qala mikroavtobusu xatırladan bu avtomobildən gedir söhbət. 2021-ci ildir. Avtomobilin özəllikləri nədir, funksiyaları nədir, ümumiyyətlə qiyməti nədir, yürüyüşü nə qədərdir, bütün bunları detallı şəkildə sizə təqdim edəcəyik. Başladıq avtomobili yaxından incələməyə. Bəli, dəyərli izləyicilər, 87 min yürüyüşdədir. 1.5 turbo mühərriklə təchiz olunub bu 7 yerlik az qala Kia Karnavalı xatırladacaq Bike M60. Və avtomobil, yenə qeyd edirəm ki, Çin bazarı üçündür. Çin istehsalı avtomobildir. Buradan alınıbdır, rəsmi dillərdən alınıbdır. Avtomobilin vizual görünüşü səliqəlidir. Hətta çox geniş bir banı var. İndi vizual görünüşünü təqdim edəndən sonra biz keçəcəyik bu Bike M60-ın interyerini sizə təqdim eləməyə. Disk təkər əla vəziyyətdədir. Ümumi vizual görünüşü çox yaxşıdır. Avtomobilin indiyə qədər qəzası, vuruğu və s. olmayıbdır. Biz bu avtomobildə açarsız daxil olma görürük və buradan daxil olacağıq indi interyerinə. Keçək görək içəridə bizi nə qarşılayır. Açıq da baxırıq. Həqiqətən də elə qapını açanda maraqlı bir interyer qarşımıza çıxır. Oturacaqların elektron idarə olunmasını görürük. Avtomobilin həm klimat kontrol kondisionerini göstəririk sizə. 3 zonalı avtomobil avtomat sürətlər qutusu ilə təchiz olunubdur. Buradan da özünüz bunu müşahidə edirsiniz. Sport rejim və s. var. Qarda sürməyə qarşı rejim var burada. Avtomobildə adaptiv kruz kontrol var. Sükan multisükandır və buradakı müxtəlif funksiyaları siz müşahidə edirsiniz, görürsünüz. Oturacaqlar dəridir və səliqəli vəziyyətdə dəri oturacaqları var. Əslində üzü çuxoldur deyir qardaş, amma oturacağın özü dəridir. Çuxol da səliqəlidir, yeni taxıb, yəqin ki qısa bir müddətdə istifadə olunduğuna görə səliqəlidir və biz bu vəziyyəti görürüksə bu formada təqdim edirik. İndi daxil olacağım avtomobilin arxa oturacaqlarını sizə təqdim eləməyə. Bəli, ənənəvi bildiyimiz o bütöv oturacaq deyil arxa, biznes klass üçün nəzərdə tutulan oturacaqlardır. Görürsünüz, 2 ayrı-ayrı oturacaqlardır arxada və biz bunu geniş şəkildə sizə təqdim edirik. Arxa sərnişinlər, yəni burada oturan sərnişinlər üçün də kondisioner nəzərdə tutulubdur. Avtomobilin 7 yerlik olduğunu təqdim edəcəm. Görürsünüz, lap arxada böyük bir oturacaqları var. Biz buradan xahiş edirəm, yük yerində açısını təqdim edək. Maraqlıdır, ilk dəfədir mən Bike M60 çəkirəm.
Ona görə də mənim üçün maraqlıdır. Yəqin ki, fikirləşdim ki, sizin üçün də maraqlı olar. Görürsünüz, yük yeri 7 oturacaq, yəni 7 yerli yolsuz avtomobil. Burada da kifayət qədər yer var nəsə qoymağa. Amma böyük yükləriniz varsa təbii ki, bu oturacaqlar da qabağa pükülür və nəticədə yük yerinin həcmi daha da böyüyür. Belə maraqlıdır. Start qiyməti nədir qardaş? Rəsmi dillərdən alındığını göstərən görürsünüz, rəsmi dillərdən alınıbdır. Bütün baxımları, hər şeydə yazılıbdır, narahat olmayın. Avtomobilin start qiyməti dedik nə qədərdir? 17.900 manat Bike M60-ın qiymətidir. Qardaş bazarda da gətirib satmağa inşallah satar. Görürsünüz, yan gözcülərdə işıqlara qədər hər şey var. Gözcülərin də elektron şəkildə dönməsi və s. hər şey var avtomobildə. Ümumi görünüşü də pis deyil, yaxşı görünüşü var. Qardaş, avtomobilini inşallah satarsan, satmasan da mobil nömrə təqdim elə zəhmət olmasa. Dəyərli izləyicilər, daha bir maraqlı avtomobil var. Kia Rio'ları biz həmişə sedan və yaxud da hatchbackə bənzər görüntüdə banda olan avtomobillər çəkirik. Qarşımızda isə X-Line Kia Rio var, 2021-ci ildir. Avtomobilin özəllikləri, ümumi interyeri və vəziyyətini sizlə tanış edəcəm və ən əsası da təbii ki, qiyməti ilə. Qara rəngdədir bu Kia Rio X-Line. Avtomobilin görünüşü əladır deyərdim, far quruluşu və s. Yəni yeni nəsil Kia Rio'dur. 2021-ci ildir. Hə dayı, 2021-ci ildir. Sizə nə qədər gedib avtomobil? Nə qədər gedib avtomobil? 28.000. Rəsmi dillərdən alınıb. 128.000 yürüşdədir bu dəqiqə bu Kia Rio. Avtomobil rəsmi dillərdən alınıbdır və vuruğu, udarı, qəzası hər hansı bir şey yoxdur. Rəng dəyən yeri varmı, yoxmu? Heç bir rəng dəyən yeri də yoxdur. Avtomobil səliqəli vəziyyətdədir. Fikir verirsiniz, dəyərli izləyicilər, bildiyiniz crossover görünüşündədir. Mini crossover deyə bilərik bu Kia Rio'ya. Təkərləri, diski əla vəziyyətdədir. Mən yavaş-yavaş bu X-Line-ın ətrafına fırlanıram və sizə görürsünüz, arxadan da bildiyiniz o crossoveri xatırladan görüntüdür. Yavaş-yavaş fırlanırıq bu avtomobilin interyerinə daxil olmağa. Gedək görək bu avtomobilin interyerində nə var, bizi nə qarşılayır. Açıram. Avtomobilin premium komplektasiya olduğunu görürəm. Buradan yavaş-yavaş yaxınlaşırıq içəri salona doğru. Görürsünüz, burada avtomobilin salonunu daha yaxından təqdim edirəm. Bugün çəkdiyim kamera telefon olduğuna görə daha detallı şəkildə sizə təqdim etməyə çalışıram. Amma hardasa alınmasa üzrlə hesab edin deyirəm. Görürsünüz, buradakı bütün funksiyaları öz qaydasında yerindədir. Buradan baxanda görmək olur ki, avtomobilin faktiki olaraq yürüyüşü 138.641 kilometrdədir avtomobil. Sürətlər qutusunun bu hissəsində oturacaqların sidilməsini biz görürük. Funksiyası var və buradan yavaş-yavaş qalxırıq. Klimat kontroldur, böyük monitoru var avtomobilin. Görürsünüz, detallı şəkildə sizə göstərirəm. Adaptiv kruz kontroluna qədər hər şey var avtomobildə. Görürsünüz, səliqəli vəziyyətdə oturacaqları var, qara və dəri. Bu X-Line-ın arxa oturacaqlarını, arxa sərnişin oturacaqlarını sizə təqdim edirəm. Görürsünüz, dərisinin vəziyyəti yaxşıdır. Heç bir formada didilmə, sökülmə, cırılma, nəsə bir xoşa gəlməz məqamın mən şahidi olmuram. Maraqlıdır yürüyüşünü də dedik sizə. İndi isə qiyməti ilə sizi tanış eləyəcəm. Soruşum sahibinə görək bu avtomobili neçədir. Avtomobilin mühərriki 1.6 benzindir və qiyməti də 25.000 manatdır bu X-Line-ın. İndi sahibinin də nömrəni alıb sizə təqdim edəcəm. Biraz hay-küy gəldi, babat musiqi səsi gəldi. Yaxınlaşdım, görüm o musiqi səsi nədən gəlir, hansı avtomobildən gəlir. Baxıram ki, 2015-ci ilin bu Peugeot-undadır. Maraqlı səs sistemi yığıblar avtomobilə. 2015-ci ildir və avtomobil sahibi avtomobili ilə ilinə uyğun da qiymətə satır, 15.000-ə. 1.5 turbodur. Avtomobil dediyinə görə full komplektasiyadır. İndi fulldurmu, full deyilmi bunu göstərəcək sizə. Görürsünüz, deyir ki 2500 manat. 2500 manat təkcə bu səs sisteminə verilibdir. Və deyir ki, harda istəyirsinizsə də yoxlada bilərsiniz. Hər hansı bir xərci çıxarsa, həmin qiymətdən də deyir çıxacağım, qarşılayacağım. Yavaş-yavaş biz buradan daxil oluruq avtomobilin salonunu sizə təqdim eləməyə, interyerini. Görürsünüz, oturacaqların idarə olunması və s. Avtomobil, bəli, premium komplektasiyadır. Tam pulu deyil deyəcəm. 198.527 kilometr yürüyüşdədir bu avtomobil. Böyük monitordur. Yəni, avtomobilin oturacaqları dəridir. Və oturacaqlarda da didilmə, sökülmə, cırılma hər hansı formada bir problem görmürəm mən. Görürsünüz, arxa oturacaqlarda səliqəli vəziyyətdədir. Qara interyeri var avtomobilin. Başqa bir rənglərlə də sintez yoxdur. Yalnız və yalnız qara rəngdə interyeri var. Buradan da avtomobilin ön tərəfini sizə təqdim edirəm. Start qiymətini qardaş 15.000 manata dedi.
Belə qardaş, mobil nömrəni təqdim elə zəhmət olmasa. Dəyərli izləyicilər, son dönəmlər bazarda əməlli başlı populyarlıq qazanan bir model var fonda. Söhbət Amerika maşınından gedir. Chevrolet Equinox-dan gedir söhbət. 2021-ci ildir. Nəyi var, nəyi yox, qiyməti nədir, nə qədər gedib avtomobil, bütün bunları detallı şəkildə sizə təqdim edirəm. Yer gəlmişkən bu avtomobillər 4-5 ay bundan qabaq bazara gələndə əməlli başlı hər kəsin cibinə uyğun və münasib qiyməti idi. Elə ki gördülər, hər kəs bunu alır, tələbat var, ona görə də qiymət avtomatik qalxıb. İndi yeni qiymətlə sizi tanış edəcəm, yaxın əyləşin. Ağ rəngdədir bu Equinox, 2021-ci ilindir. İndi yavaş-yavaş daxil olacağam interyerinə. Açarsız daxil olma görürəm. Avtomobil premium komplektasiyadır. Açıram, sizə təqdim edirəm. Oturacaqlar parçadır, görürsünüz. Amma elektron şəkildə idarə olunması var. Buradan yaxınlaşırıq sükana doğru və bir buradakı monitorunu sizə təqdim edirəm. Mən buradan avtomobilin sükanında adaptiv kruz kontrola qədər müxtəlif funksiyaların olduğunu müşahidə edirəm, dəyərli izləyicilər. Qiyməti nədir bu 2021-ci ilin Equinox-unun? İndi onu da sahibindən soruşacağım. Arxa oturacaqlarda sizə təqdim edirəm. Baxın, görürsünüz. Kondisionerin burada da arxa oturacaqda sərnişinlər üçün də hissəsi var, funksiyası var. Maraqlıdır, ağ rəngdədir və səliqəli vəziyyətdədir bu Equinox. Deməli, sahibi deyir ki, bu 2021-ci ilin Equinox-unun qiyməti 24.500 manatdır. Start qiyməti, dəyərli izləyicilər, 24.500 manat. Maraqlıdır, dəyərli izləyicilər, qara rəngdə 2019-cu ilin Toyota Prado'sunu sizə təqdim edirəm. 2019-cu ilin avtomobil rəsmi dillərdən alınıbdır. 58.500 manata deyir qardaş. Qara rəngdədir. Rəsmi dillərdən alınıb. Avtomobil deyir Pollu full komplektasiyadır, elə deyir sahibi. İndi mən sizə detallı şəkildə təqdim edəcəm. Bu 2019-cu ilin qara rəngdə olan Toyota Prado'sunu çox səliqəli vəziyyətdədir. Həqiqətən də görürsünüz, disk təkəri, hər şey çox səliqəli vəziyyətdədir. Banı, bütün gövdə. Buradan daxil olacağıq avtomobil interyerini sizə təqdim etmək üçün. Görürsünüz, oturacaqların elektron idarə olunması və s. Avtomobil həqiqətən də Pollu full komplektasiyadır, böyük monitoru var. Biz buradan görürük ki, 184.000 yürüyüşdədir avtomobil. Arxa oturacaqları və s. sizə təqdim edirəm. Oturacaqları səliqəli vəziyyətdədir. Əladır həqiqətən də. Burada da bir dənə böyük bir lüku var avtomobilin. Bu qapını örtürük. Arxa qapını açırıq və arxa qapıdan da sizə içərinin vəziyyətini təqdim edirəm. Görürsünüz, kondisionerin klimat kontrol olmağı burada da var. Arxa sərnişinlər üçün də ayağa, başa, böyrə, hara istəyirsinizsə rejimlərə var. Ora dəyişdirə bilərsiniz. Qəşəng vəziyyətdədir həqiqətən də bu Toyota Prado. Dəyərli izləyicilər, qəşəng qiyməti var, qəşəng də ili var və mühərriki də 2.7 benzindir. Avtomobil, yenə qeyd edirəm ki, 58.500 manatdır. Belə dəyərli izləyicilər, gəzirəm, baxıram. Səhər-səhərdə ondan da nə də bilmirəm. Bazarda alqı-satqı hələ ki yoxdur. Yəni, yalnız hələ avtomobil satanlar var. Görürsünüz, hələ bazara daxil olan maşınların sayı çoxdur. Amma hələ ki bir canlanma yoxdur bazarda. Mən hələ ki o alqı-satqı görmürəm. İnşallah yaxın dəqiqələrdə görərəm, ümidi ilə. Hələ də hərrənirəm, gəzirəm. Dəyərli izləyicilər, burada bir maraqlı F33 tapmışam, özü də kabriolet cinsindəndir. Amerikadan gəlib, 2015, Vin 2016-dır, 2 twin turbodur. Nə qədər gedib avtomobil, qiyməti nədir? Kabriolet çəkməmişəm indiyə qədər, ona görə də çox maraqlı gəldi. Bazarda deyərdim ki, görməmişdim. Bu bazar yalnız bir dənə olduğuna görə istədim ki, sizə bu maraqlı F33-ü çəkəm, daha detallı şəkildə təqdim edəyəm. Başlayırıq bu kabrioleti detallı şəkildə sizə göstərməyə. Avtomobil 170.000 dediniz, səhv eləmirəmsə, yürüşdədir. 33.000 manat da start qiymətidir. Yaş asfalt rənginə bənzər bir rəngi var. Əsl yayın malıdır deyərdim, görürsünüz, dəyərli izləyicilər. Həqiqətən də əsl yayın malıdır. Çərçivəsiz qapılar, açırıq biz sizə bunu göstəririk. Çox həqiqətən də kabriolet həvəskarları üçün əla bir seçimdir. Oturacaqlar, yaddaşlı oturacaqlardır. Biz buradan daxil olmaq istəyirik içəri. Əslində ilə içərisi də çöldür demək olar ki. Buradan sizə göstərirəm. Lip stoplara qədər bu avtomobildə baxıram ki, hər şey var. Görürsünüz, krem rəngi, maraqlı bir interyeri var.
Oradan göstərirəm sizə bu kabrioletin ümumi vizual görünüşünü. Arkada oturmaq istəyənlər üçün də yer var, amma inanmıram arkada kimsə otursun. Avtomobil həqiqətən də çox səliqəli və əsl yayın, yəni istirahətin maşınıdır. Götür, üz rayonlara, get ürəyin hara istəyir gəz və təbiətdən zövq al bu avtomobillə deyərdim. Görürsünüz. F33 2 tvin turbodan gedir dəyərli izləyicilər söhbət. 170 min yürüyüşü var. 33 min manat da qiymətidir. F33-ün sahibi var qarşımızda və maraqlıdır. Soruşmaq istəyirəm ki, bu avtomobilin həvəskarları və onlardan biri sənsən. Bəli. Kabriolet. Bazarda mən bir dənə görürəm və bundan əvvəlki bazarlarda demək olar ki, görməmişəm. Niyə marağına düşdünüz ki, sırf kabriolet alasız, sürəsiz və indi niyə satmaq istəyirsiniz? Kabriolet çoxdandan mənim şeyimdə var idi, fikrimdə var idi. Axır özümü toparladım, bir gün dedim kabriolet alacağam və aldım. İndi satmaq qərarına gəlmişəm, biraz başqa işlərlə bağlı ona görə, amma belə satmaq da istəmirəm. Amma işlərlə bağlı satmaq istəyirəm. Neçə ildir səndədir? İl deyil. Hələ il deyil. İl deyil, yox. 5 aydır məndədir maşın. Sual vermək istəyirəm. Növbəti dəfə inşallah satarsan, yəni təbii ki, planın var, onu yerinə yetirmək istəyirsən, bir də maşın alsan, kabriolet alarsan yoxsa? 100%. 100%. Nədir də bu kabrioletin digərlərinin özəlliyi, üstünlüyü? Motivasiyadır qardaş, necə deyim sənə, maşını sürəndə həm markası BMW olduğu üçün adama çox belə xoş gəlir. Plus da ki, üstü açıq adamın. Yağışda incitmir, bir daman yeri yoxdur bunun. Yox, daman yeri. Biraz maraqlı olan hissadır. Yəni, təbii ki, bu maşını istehsal edən onların hər birini nəzərə alıbdır. Amma bəzən bir çoxları fikirləşir ki, elə maşını saxlamaq biraz çətindir. Müəyyən mexanizm məsələləri var ki, o dediyimiz o negativ şeylər baş verməsin. Amma həqiqətən deyirsən ki, bir də alsam yenə də alaram bu maşını. 100%. Hətta indi də fikrimdə var ki, satım üstündən bir il keçsin, tezdən kabriyə qayıdım. Çünki doymamışam hələ. Dəyərli izləyicilər, belə maşından üzü rayonlar istiqamətinə məzuniyyət götürüb getməyə dəyər. Yəni, təbiətin o havasını, o gözəlliyi hiss edirsən bu üstü açıq maşında. Dəyərli izləyicilər, izləmədə qalan qardaşın nömrəsi məndə var. Həmkarımdır, həm də bazardadır maşını, inşallah satılar, satılmasa da nömrəsini əlaqə saxlayıb maşını ala bilərsiniz. Yeri var həqiqətən də bu F33 üçün. Oldu, çox sağ olun. Xeyirli bazar olsun. Bəli, dəyərli izləyicilər, görürsünüz nə qədər Sorento var bazarda. Görürsünüz. Dayanıblar cərgə ilə. Hamısı Koreyadan gəlmiş dizel mühərrikli avtomobillərdir. Söhbət bu modellərdən gedir. Bir zamanlar hər kəs daşıdı, gətirdi. Sağ, sol, nə qədər daşıdı, gətirdi bazara və təbii ki, sürən sürdü. Hərə bir-birin bəhənsinə yığdı, gətirdi, satan satdı, amma indi isə bazarda bax bu şəkildə yığılıb qalıb və üzünə həqiqətən də baxan yoxdur. Görürsünüz, müxtəlif komplektasiyalardır. İndi də Chevrolet Equinox-lar gəlir bazara. Ucuz idi, daha çox gətirildi, indi də qiymətini qaldırdılar. Belə, bazarda da alqı-satqı hələ ki görmürəm. Görürsünüz, bazarda demək olar ki, alqı-satqı yoxdur. Avtomobilinizi də sata bilmirsinizsə bazarda, artıq bezmisinizsə, yayın istisində bazara gəlmək istəmirsinizsə, burada vaxt itirmək istəmirsinizsə, deyirsinizsə ki, bir dənə istirahət günüm var, onda gedim elə dayanım maşının yanında fəda edeyim, geçsin və s. kimi niyyətiniz yoxdursa, digər avtomobil saytlarına da artıq inanmırsınızsa, yeni saytdır, maşinsatı.az saytı, daxil ol, çəkinmə. Avtomobilini istəyirsən 50 dənə elanlı yerləşdir, səndən pul alınmır digər saytlardakı kimi və bir də öz avtomobilinizin və istədiyiniz avtomobilin də VIN kodunu rahat və ödənişsiz şəkildə bu saytda detallı şəkildə maraqlana və araşdıra bilərsən. Dəyərli izləyicilər, bir canavar mühərrikli bir maşın var qarşımızda. Söhbət Nissan Maxima-dan gedir, 2012-ci ildir. Niyə canavar mühərrik deyirəm? 3-5 mühərrikdən gedir söhbət. Bu Nissan Maxima çoxlarımıza tanışdır. Uzun müddətli bazardadır, uzun müddətli populyarlığını hardasa qoruyub saxlayır. Mühərrik böyük olduğuna görə bir çoxlarını maraq göstərməsi də hazırki vəziyyətdə, amma vaxtı ilə bu mühərrikli, bu Nissan Maximalar sözün deyibdir. İndi də bazarda görürəm, amma tək-tük hallarda görürəm. Həmin tək-tük hallarda gördüyüm məqamlardan biri də budur. Qarşımızda da 2012-ci ildə avtomobilin disk təkərini görürsünüz. Qara rəngdə diskləri var.
Polnu full komplektasiyadır, açarsız daxil olması və s. Avtomobilin interyerinə daxil olacağım sizə göstərmək üçün görürsünüz dəri oturacaqlar, qara rəngdə oturacaqlar, oturacaqların idarə olunması və s. Ortada qardaş bir dənə böyük bir Android monitor yerləşdiribdir avtomobilə. Görürsünüz, mən bunu sizə təqdim edirəm. Funksiyaları öz qaydasındadır. Polnu full komplektasiyanın funksiyaları, lipsoplar nə qədər avtomobildə görürsünüz, hər şey var. Burada da bütün hər şey öz qaydasındadır. Lipsoplarını görürsünüz və biz buradan qalxırıq. Daha doğrusu göstəririk oturacaqlarının vəziyyətini. Müəyyən qədər oturacaqlara hardasa əl gəzdirmək olar, amma o qədər də ciddi bir problemi yoxdur oturacaqların. Biz buradan qalxırıq. Avtomobilin lükünü də sizə təqdim edirəm. Görürsünüz, böyük bir lükü var. Maraqlıdır. 3-5 Nissan Maximadan gedir söhbət, dəyərli izləyicilər. Arxa qapılarda açıram və arxa sərnişinlər üçün elektron oturacaqlar. Sizə təqdim edirəm, görürsünüz. Biraz səliqəsizdir, əl gəzdirmək olar. Burada da kondisionerin giriş-çıxış nöqtəsini görürəm. Maraqlıdır. Qiyməti nədir? Start qiyməti neçə? 16.000 manat da bu Maximanın start qiymətidir. İlin dediksə, nə qədər gedib avtomobil? Amerikankadır bu Nissan Maxima. Full komplektasiyadır və 120.000 mil də yürüşdədir. Mobil nömrə zəhmət olmasa deyin. Bu Nissan Versa'dır, dəyərli izləyicilər. Avtomobil sadə komplektasiyadır, səhv eləmirəmsə indi görəcəm, interyerinə baxıb görəcəm. Qiyməti nə qədərdir, yürüşü nə qədərdir? 122.000 mil deyək, avtomobilin yürüşüdür. Qiyməti neçədir? 21'e deyirəm. 21 minə deyir, elə 21-ci ilində 21 minə deyir. 112.000 mildir. Bəli, 112.000 mil yürüşdədir avtomobil faktiki olaraq. Avtomobil premium komplektasiyadır, görürsünüz. Zolaqdan çıxmaq və s. burada funksiyaları var. Bəli, avtomatik tormozlaması var. Bir dənə bu avtomobilin oturacaqları dəri deyil, parçadır. Bir də bu avtomobilin lükü yoxdur. Tam full komplektasiya olması üçün. İndi mən sizə detallı şəkildə göstərirəm avtomobilin vizual görünüşünü, görürsünüz. 2021-ci il 21 minə, dəyərli izləyicilər, Nissan Versa. Deyir ki, alan olsa da aşağı yeri var. Mobil nömrəniz neçədir qardaşım? Dəyərli izləyicilər, hələ də bazarda öz populyarlığını qoruyub saxlayan bir model var. Demək olar ki, hər bazar olmasa da bir iki bazardan bir mən bu avtomobilin bazarda yaxşısını tapıb sizə təqdim edirəm. Söhbət 2010-cu ilə qədər olan bu bandan, bu gövdədən, Hyundai Sonatadan, el arasında kantlı Sonata kimi tanınan bu modeldən gedir. Avtomobil, yəni qarşımızdakı, yəni fondakı bu avtomobil 2.4 mühərrikdir. Bunun 2 mühərrikləri də var, daha çox satılanlar arasında. Yaxşı vəziyyətdədir, ağ rəngdədir, rəsmi dillərdən alınıb, yoxsa Koreyadan gəlib və s. Bunların hamısını detallı şəkildə öyrənib sizə təqdim edəcəm. Bir də bu avtomobilin illərdir düşməyən qiyməti var ki, o qiymətlə də sizi yenidən tanış edəcəm. Sadə mühərrik, Dodge mühərrik, avtomobil rəsmi dillərdən alınıbdır. Yəni Koreyadan və s. hardansa gəlməyibdir. 310 min yürüşdədir bu kantlı Sonata. Ağ rəngdədir, ağ da deməyək, mirvari rəngdədir. Çox qəşəng rəngi var. Bilmirəm, telefonun kamerası bunu daha detallı sizə bu rəngi göstərə bilir, yoxsa yox. Buradan daxilində görürük ki, polnu full komplektasiyadır avtomobil. Fikirversiz oturacaqların elektron idarə olunması və s. Bax, mən sizə təqdim edirəm. Tünd şokolad rəngi bir rəngi var interyerinin. Buradan yavaş-yavaş qalxıram, mən sizə lükünü də təqdim edirəm, görürsünüz. Buradan düşürük aşağı, oturacaqlarının ümumi vəziyyəti əladır. Çox güman ki, dərisi dəyişibdir oturacaqlarının və yeri gəlmişdən demək istəyirəm ki, avtomobilin şitində hər hansı formada çat və saat edilmə yoxdur. Çox böyük ehtimalla avtomobil ya yaxşı sürülüb, ya da yaxşı əl gəzdirilib bu avtomobilə demək olar. Bəli, sinifinin full versiyasıdır, yəni restyling versiyasıdır. Avtomobilin banında bir ciddi bir problem görmürəm. Hər hansı xırda kosmetik işlərdə mən görmürəm. Arxa oturacaqlarda sizə təqdim edirəm, görürsünüz genişliyini və s. Bəli, dəyərli izləyicilər, 16.400 ilk dəfədir ki, bu vəziyyətdə olan Sonatanın qiymətini mən 17.000-dən aşağı gördüm. Demək olar ki, əksər hallarda bu və ya digər formada yaxşı, gözəgəlimli Sonatanın qiyməti söhbət bu modeldən gedir. Az qala 18-17 mindən aşağı olmur. Qardaş dedi ki, 16.400. Yəni, disk təkəri əladır. Avtomobilin vizual görünüşü yaxşıdır. İçərisində bir dənə Android monitor qoyubdur qardaş. Belə dəyərli izləyicilər, bazardadır, gətirib satmağa. Qardaşım, mobil nömrəndə zəhmət olmasa 055. Bura isə Land Cruiserlər, Pradolar, Lexuslar, yəni ki, Offroader, SUV bu qəbildən olan avtomobillərin satıldığı bir yerdir. Burada da hərəkətlilik yoxdur demək olar ki.
Yəni o deyil də, başa düşürsünüz. Bazarda konkret olaraq müştəri yoxdur. LX 570-dir. LX 570, Lexus'da gedir söhbət. Avtomobilin vizual görünüşünü sizə göstərəndən sonra 4 qapının 4-ündə də açarsız daxil olma var. Açırıq interyeri ilə sizi tanış eləməyə. Avtomobil full komplektasiyada, full komplektasiyada böyük monitor. Görürsünüz, böyük bir dənə Android monitor yerləşdirib qardaş. Şitə həqiqətən də çox maraqlı görünüşdədir. Görürsünüz, bu oturacaqların idarə olunması. Mühərriki də çox böyük bir mühərriki var bu Lexus'un. Lexus 570'in 5.7 değerli izleyiciler, 5.7 ve biz buradan sürücü tərəfdən də daxil olacağıq. Bu LX 570'in interyerini sizə təqdim eləməyə görürsünüz. Avtomobil çox maraqlı bir görünüşdədir. Yəni full komplektasiyada, sinifinin ən full versiyasıdır değerli izleyiciler. Sinifinin ən full versiyasıdır görürsünüz. Buradan qalxıram. Bu hissələrdə sizə detallı şəkildə təqdim edirəm və buradan gəlirəm. Sükanın ümumi vəziyyətini göstərirəm sizə, görürsünüz. Dəridə didilmə, sökülmə yoxdur. Buradakı funksiyalarla sizi yaxından tanış edirəm, görürsünüz. Nə qədər gedib qardaş bu avtomobil? 168 min, faktik olaraq 168 min real yürüşdədir. Görürsünüz, 4 qapının 4-ündə də keyless qolsu var, açarsız daxil olmaqda. Avtomobilin içərisi 150 kvadratlıq mənzildir, dəyərli izləyicilər. Klimat kontrolu da var. Arxa oturacaqlar üçün 60 min manat da start qiymətidir. Bu LX 570'in 5.7 Lexus'un dəyərli izləyicilər. Belə. Qardaş, mobil nömrə deyə zəhmət olmasa. Davam edirik bazarın biraz girişinə doğru ki, bəlkə görmədiyimiz hər hansı bir model çıxar qarşımıza, onu da çəkərik, amma heç nə yoxdur. Yəni əvvəlki ilə maşınlardır. Bir qeyri-adi maşınlar çıxarılmayıbdı bazara. Bir-iki dənə izləyici yazıb ki, qardaş, çox aşağı səviyyəli maşınlar çəkirsən. 2025-in, 2026-nın Lexus'larını, nə bilim, Land Cruiser'lərini və s. kimi çəkməyimi istəyirlər. Fikirləşmirlər ki, bu 2025-in, 2026-nın Land Cruiser'ləri və yaxud Lexus'ları, digər Prado'ları və s. bunlar bazara niyə çıxarılsın ki? Yəni ki, bazarda yoxdur yəni bir maşın. Olsun ki, çəkimdə, olmayandan sonra özümdən nəsə bir şey, süni intellekt və s. yaradıb, uydurub ortaya qoyası deyiləm axı. Yəni bir adam alsın, 2026-cı ilin Prado'sunu razı sürsün, ikinci el bazarına satsın. Yəni bu, ümumiyyətlə bu məntiqsizlikdir axı, yəni. Görürsünüz dəyərli izləyicilər, deməli, bazar artıq, belə deyək, birinci saat geridə qalıbdır. Bazarda 12'ye işləyir. Amma belə insanlar aşağı yuxarı gəzən 5-6 nəfər var. Götürəndə isə alıcılıq yoxdur. Burada bir dənə qardaş var, çay içən qardaş. Dirəşib ki, 72-ci illərdəki VXS-in dövründəki kimi məni gülün içindən çıxart. Əlində stəkan var, görürsünüz, çəkir. İndi özümüz deyərsən avtosazda YouTube'da. Qardaş deyir ki, mırt daşırsan yoxsa dəqiq çəkirsən. Dəqiq baxarsan qardaş. Necədir vəziyyət bazarda? Şükür, Allah bərəkət, salamatçılıqdır. Ya salamatçılığı görürəm, Allah şükür, salamatçılıq olsun təki. Qazananlar üçün qazanır. Və sən necə qazanırsan yoxsa? Allah bərəkət versin. O kim çağlayır ha, yalan deyir, qazanır. Görürsən qardaş Qazanmayan eşidirsiz bazara də. gəlməz. Bir dəyərli izləyici yazmışdı ki, Kia Ceed tapan kimi çək, tapan kimi çək. Yaxşısını axtardım, yaxşısı olan kimi təbii ki çəkəcəkdim. Yaxşısını tapmışam. Koreya deyil, Amerika deyil, Avropadan gəlmiş Kia Ceed'dir, 1.4 benzindir. Avtomobilin maraqlı rəngi var. Göstərirəm sizə vizual vəziyyətdə görünüşünü. 1.4 benzindir avtomobil. Maraqlıdır, nə qədər gedib avtomobil? 195 min yürüşdədir. 2010-cu ildir. Avtomobil 1.4 benzindir, 190 min yürüşdədir. Avtomobilin vizual görünüşünü təqdim edirəm. İnteryeri də təbii ki, yəni çox bir şərhə ehtiyac yoxdur. Sil sürənlər və yaxud təvəkkülləri bilirlər bu avtomobilin həm dözümlülüyünü, daş döyənliyini, həm də təbii ki, ümumi interyerini və s. Yenə də sizə göstərirəm. Sadə komplektasiyada özünüz də görürsünüz, müşahidə edirsiniz. Oturacaqlar da parçadır. Bu avtomobildən yaxının bir nəfər sürür. İllərdir yükə və s. istifadə edir. Avtomobil dağılmaq bilmir, tökülmək bilmir. Yəni onu deyirəm ki, çox dözümlü avtomobildir. Bu da sürətlər qutusu mexanikadır. Əsasən də mexaniki sürətlər qutusu olan sillər daha dözümlü, daha daş döyəndir deyirlər. Və mən də bunun şahidi olmuşam. Qiyməti neçədir qardaş? 15
15.200 manat. 15.000 qiymətidir. Real müştəriyə yerində belə qəşəng isti endirim olur. 15.200 manat. Göstərdiyi üçün zaten arxasında. 15.200 manat. Ehtiyac yoxdur. 15.200 manat bu Kia Ceed-in 15.200 manat start qiymətidir. Qardaş da deyir ki, real alan olsa endirim eləyərəm. Mobil nömrəni də zəhmət olmasa 050. Dəyərli izləyicilər, qarşımızda Kanadadan düz Azərbaycana gəlib çıxan bir Hyundai Sonata var. 2023-cü ildir. Avtomobil 360 dərəcə kamera, head-up display, panoramik dam, yəni hər şey var da bu avtomobil full komplektasiyadır. Keyless qolsuna qədər, yəni açarsız daxil olmasına qədər hər şey var. Avtomobilin interyerini sizə təqdim edəcəm. Əvvəlcə açarsız daxil olmadan keyless qoldan keçirik içəri biz. İnteryerini göstərməyə çalışıram sizə. Görürsünüz, oturacaqların idarə olunması. 360 dərəcə kameraya qədər hər şey var bu avtomobildə. Görürsünüz, 360 dərəcə kamerası var və buradan qalxırıq head-up displeyini sizə təqdim edirəm. Ondan sonra biz fırlanırıq, yenidən interyerini qaldığımız yerdən davam edək, göstərək sizə. Elektron idarəetmə panelini görürük. Lip-stoplara qədər avtomobildə hər şey var. Özünüz də müşahidə edirsiniz, görürsünüz. Avtomobilin oturacaqlarında didilmə, sökülmə, deformasiya və s. heç nə yoxdur. Dirsəkliyi də yaxşı vəziyyətdədir. Müşahidə edirsiniz. Buradan da drive və s. sürətlər qutusuna hərəkətə keçirən, yəni rıçaq, belə deyək də, mexanizm burada yerləşir. Böyük monitorunu görürsünüz siz. Göstərirəm sizə. Avtomobil klimat kontroldur, adaptiv cruise kontrol və s. hər şey var. Biz buradan qalxırıq. Avtomobilin panoramik damını sizə təqdim eləməyə, görürsünüz. Start qiyməti nədir? 38.000 manat da bu Sonatanın start qiymətidir. Maraqlıdır. 38.000 manat dəyərli izləyicilər. Hibrid Sonatadan gedir söhbət. Baxın, bu da bunun hibrid olduğunu göstərən daxili yanma mühərrikli Sonatadan gedir söhbət. Avtomobil nə qədər gedib bilmirsiniz? 160.000. Hə, burada göstərək, burada da var təbii ki, görürsünüz 162.000. 2 hibrid də mühərrikdir. Dəyərli izləyicilər, 2 hibrid də mühərrikdir. Avtomobil sahibinin nömrəsi xahiş edirəm desin. 055. Chevrolet Trax mı çəkim yoxsa Amerikanka 2024-25 model Elantranı? Gəlin əvvəlcə bu zoğal rəngindəki Elantradan başlayaq. Avtomobil səliqəli vəziyyətdədir, qəşəng vəziyyətdədir. Premium komplektasiyadır. Mən bunu kənardan görəndə daha yaxşı başa düşürəm. İndi içəri keçəcəm, görəm içəridə nə baş verir. Arxa görüntülə kamerasını görürsünüz. Biz gəlirik interyerinə. Açarsız daxil olmayla keçirik. Premium komplektasiyadır dəyərli izləyicilər. Oturacaqlar parçadır. Görürsünüz, təqdim edirəm sizə. Böyük bir dənə idarəetmə paneli var, monitorla bir yerdə. Elektron şəkildə təbii ki. Avtomobil adaptiv cruise kontrol və s. var. Tam full komplektasiya deyil, premium komplektasiyadır. Göstərirəm bu hissələrdə sizə, görürsünüz, klimat kontrolu və s. 85.000 yürüşdədir. Mühərriki nədir bunun? 2 sadə. 2 sadə Dodge motordur. 2000 neçənci il dedik? 2024-cü il. Start qiyməti nə idi? 33.000 manat da start qiymətidir bu Elantranın. Daha əvvəldə bir neçə də çəkmişəm. Söhbət Chevrolet Trax'dan gedir dəyərli izləyicilər. SUV görünüşündəki bu Trax'dan, yəni bu crossoverdən görürsünüz, təqdim edirəm sizə. Bu 2025-ci il model Trax'dır. Tam olaraq idarəetmə paneli görürsünüz. Elektron şəkildə biraz öncə Elantranın idarəetmə paneli ilə monitoru necə birləşmiş formada idisə, bu da eyni ilə həmin formadadır. Avtomobil orta komplektasiyadır, görürsünüz. Oturacaqların əllə idarə olunmasıdır, yəni elektron idarə olunma görmürəm mən burada. Lük yoxdur bu avtomobildə. Bir də parça ilə dərinin sintezidir. Oturacaqları maraqlıdır, yaxşıdır, yaxşı səliqəli vəziyyətdədir daha doğrusu. Arxa oturacaqları da çəkib sizə göstərəcəm, görürsünüz. Arxa oturacaqları da səliqəli vəziyyətdədir. Nə qədər gedib avtomobil? Yürüyüş nə qədərdir qardaş? 25.000 yürüyüşdədir bu Trax. Neçədir qiyməti? 31.000 manat da bu avtomobilin start qiymətidir, dəyərli izləyicilər. Bəziləri yazır ki, bazarda o qədər haqsızlıqlar olur ki, bazar bağlansa daha yaxşıdır. Dəyərli izləyicilər, bazar bağlansa gör, nə qədər insanların burada çörəyi kəsilir. Burada bu qədər insanlar var ki, çörək qazanırlar, gəlirlər, su satırlar, nə bilim, müəyyən qədər şirniyyatlar satırlar və istəyirlər ki, evlərinə çörək aparsınlar. Həqiqətən də belə bir bəddualar məncə düzgün deyil. Bu bazardan onlarla insan var ki, evinə çörək aparır.
Yəni söhbət maşın satanlardan getmir ha. Su satan var, dondurma satan var, nə bilim şirniyyat satan var, çay satan var. Hansısa formada bu günün istisində evinə çörək aparmaq üçün bu bazara gələnlər var. Yəni o pis ağzımıza gələn o qarğışları töküb, yəni nə qazanırıq axı 3-5 günlük dünyadır. Gəlin belə şeylər eləməyək, normal hər şeyə reaksiya verək. Düşünək ki, belə yerlərdən, bu cür bazarlardan evinə 5-10 qəpik çörək aparan insanlar var. Belə insanları biz nəzərə alaq. Bazardan çıxıram, isti məni öldürdü. Demək olar ki, alıq-satqı yoxdur, qiymətlərdə dəyişmə yoxdur. Alıq-satqı dibin-dibinə düşübdür. Yay olduğuna görə bu da təbiidir, yayda belə olur, bazar deyirlər. Yəni ənənəvi qaydasında qalır bazar. İstidə mümkün qədər görüb sizdən gələn maşınları, hansı maşınlar demişdinizsə, bəzilərini tapıb çəkdim, bəzilərini tapıb çəkə bilmirəm. Yaxşılarını tapıb çəkmək istəyirəm. Əslində eyni modeldən, dediyiniz modellərdən bazarda demək olar ki, çoxdur. Amma içərisində seçib səliqələrini istəyirəm sizə, səliqəli vəziyyətdə olanını çəkəm. Səliqəli vəziyyətdə olanlar da hansılar idisə, onları da tapıb çəkdim. Sizə yeni bir saytımız var. Maşınsatı.az saytı, daxil olun, öz avtomobilinizi yerləşdirin. Bir avtomobilin istəyirsiniz neçə dənə elanını yerləşdirirsə yerləşdirin. Sizdən hansısa formada limit tələb olunmur və ödəniş də tələb olunmur. Avtomobilinizin də istədiyiniz avtomobilin də PIN kodunu bu saytda rahat şəkildə yoxlaya bilərsiniz. Bizi izləmədə qalın. Biz çıxdıq, getdik. Növbəti bloqlarda görüşərik.